42-ci sual. A parametrin hansı qiymətində y bərabərdir x vurulsun ln 3 üstəgəl 2. A düz xəttdir, A-sı da var. Y bərabərdir 3x üstəgəl 7 funksiyasının qrafikinə toxunar. Toxunursa, yenə bax, bu hazır bizə verilib. Y bərabərdir kx üstəgəl b funksiyası düz xəttin tənliyi olaraq verilib. Burada k var. K bərabərdir ln 3-ə. Sadəcə biz b-nin qiymətini tapacağıq. Sonra gətirib yerinə yazaq, a-nı hesablayaq. İndi, bax, bu k bizə nəyi verirdi? Bu funksiyadakı törəmənin x0-da bərabərdir ln 3-ə. Bu k-nın qiymətidir. İndi törəməsini alaq onun. 3x-in törəməsi 3x vurulsun ln 3. Bunun törəməsi. 7-nin törəməsi də 0-dır, getdi. Bərabərdir ln 3-ə. Bunlar ixtisar getdi. Nə qalır? 3x bərabərdir 1. 1-in də yerinə biz 3-0 yazsaq, onda x nəyə bərabər oldu? 0-a. X bərabərdir 0. Bunlar toxunanda bir-birinə, bu funksiya ilə bu funksiya toxunanda o toxunma nöqtəsi ortaq nöqtədir. Burada x-i 0-da y nə alırsa, bu funksiyada da x-in 0 qiymətini o qiymət almalıdır. İndi gətirib bu 0 qiymətini burada yerinə yazırıq. Yazıram buradan. Y 0 bərabərdir. 3-0 üstə gəl 7. 1, bu da 7. 8 eləyir. Demək ki, nöqtəmiz nə oldu? 0, 8 nöqtəsi. Bu 0, 8 nöqtəsi həm buna aiddir, həm də buna aiddir. İndi burada y-in yerinə 8, x-in yerinə 0 yazırım. 8 bərabərdir. 0 vurulsun ln 3, üstə gəl 2a. Bu 0 eləyir. 2a bərabərdir 8-ə, a da bərabər olur 4-ə. Bax, bizə bu lazım idi.